Əziz qardaşlar, əziz bizim qəhrəman qazilərimiz, bu günləri qəhrəman şəhidimiz Qasımzadə Hüseynin anım günüdür. Günlər bilirsiniz ki, noyabr ayının biridir. Artıq Azərbaycan ordusunun 9 noyabra Vətən müharibəsində qələbə qazandığı tarixdir. Onu bax, qəhrəman şəhidlərimizin sayəsində, sizin kimi igidlərin sayəsində bax, bu cür zəfər əldə olundu. Bu şəhidimiz, qəhrəman şəhidimiz özü manqa komandiri olub. 11 əsgəri ilə düşmən postunu darmadağın edən igidlərimizdəndir. Bizim şəhidimizin də elə atası 1-ci Qarabağ qazisidir. Əmisi uşaqları, bu Paşa qardaşımız da buradadır. Bunlar hamısı Vətən müharibəsinin iştirakçılarıdır, qaziləridir. Mən də istərdim ki, Talih qardaş, siz özünüz də canlı şəhidimizsiniz. Siz Vətən müharibəsində 4 güllə yarası almış bir igidimizsiniz. İstərdim ki, həm şəhidlərimiz haqqında, həm də ki, bu qazanılan zəfər haqqında bir kəlmə sizə deyərsiniz. Buyurun. Allah rəhmət eləsin şəhid qardaşımızı. Hüseyin qardaşımız elə xidmətdə olarkən fərqlənirdi. Necə ki, indi də bizlərdən fərqlənir. Şəhidlik məqamına ucalıb, yaxınlarına səbr diləyirəm. Azərbaycan 44 günlük vətən müharibəsindən özünü tanıdan bir dövlət oldu, xalq oldu. Vətən müharibəsində mən deyirəm ki, 3 əsas mövqe olubdur, güc olubdur. Bizim Müzəffər Ali Baş Komandanımız, Azərbaycan ordusu və bizim xalqımız, yenilməz xalqımız. O xalq ki, biz cəbhədə döyüşən vaxtı bizi hər an dəstəklədilər, bizi unutmadılar. Bütün şəhidlərimiz bizim başımızın tacıdır. Allah rəhmət eləsin. İnşallah yeni qələbələr. Sağ olun. Sağ olun. Paşa, buyur. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bildiyimiz ki, bu günləri Qasımzadə Hüseynin 5-ci il dönümüdür. Bütün şəhidlərimizi Allahdan rəhmət diləyirəm. Buradakı qardaşlarımızı, hərbiçilər olub, qazilərdir, canlı şəhidlərdir. Bir yerdə gəlmişik şəhidimizi ziyarət eləməyə. Qazilərə can sağlığı arzu edirəm. Allah ordumuzu qorusun. Amin. Allah Azərbaycana bir də belə matəm göstərməsin. Nə deyim? Allah xalqımızı qorusun. Talih qardaşım da ablamısın dedi. Düzdür. Azərbaycan xalqı dəstəyi olmasaydı, bizdə bu güc olmazdı. Biz, yəni, Azərbaycan xalqının dəstəyi olmasaydı, biz zəfəri biz qazana bilməzdik. Biz onların köməkliyi ilə Allah Ali Baş Komandamızı qorusun. Onun komandası altında biz bayrağımızı bütün rayonlara, işğalda olan rayonlara sancdıq. Şükürlər olsun Allah'a ki, yəni biz zəfərə qazana bildik zəfəri. İndi zəfərimizin 5-ci il dönümü də inşallah qeyd olunacaq. Onunla, yəni Allah şəhidlərimizi rəhmət eləsin, şəhidlərin və ordumuzun, qazilərimizin hesabına biz bunu qazana bildik. Minnətdaram hər birinizə. Sağ olun. Nurlan, buyur. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, qardaş. Biz gəlmişik bu günləri qardaşımızı ziyarət eləməyə, il dönümüdür. Hüseyin Talih qardaş ətraflı hər bir şey dedi və Allah sizə can sağlığı versin. Şəhər, buyur. Allah Hüseyin qardaşımıza rəhmət eləsin, məqamı uca olsun. Ən şərəfli zirvəyə ucalıb. Hər insana nəsib olunur bu şəhadət. Yəni, bəzən həm ağrılı, acılıdır, həm də bir tərəfdən şəhidlik zirvəsi uca bir zirvədir. Allah ailəsinə səbir versin. Amin. Allah Hüseyin qardaşımıza rəhmət eləsin. Bir də Əsəd qardaş, yəni biz Hüseyin haqqında da, bizim şəhidimiz haqqında da biraz məlumat deyək. Hüseyin 4 qat
Respublika ikinçiliyinə, birinciliyinə 9 ilə çıxıb. Özü boksör olub, əvvəl Yunan-Roma güləşi ilə məşğul olub. Hərbi xidmətdə də manqa komandiri vəzifəsində iştirak edib. Müharibə başlayanda döyüş yoldaşlarının dediyinə görə zirvə 21 postunu müharibə başlayan kimi bunlar özü elə posta əsgəri olub, posta manqa komandiri olub. Müharibə başlayan kimi elə birinci öz manqası ilə həmin zirvə 21 postunu fəth ediblər, götürüblər. Hüseyin atası, mənim əmim, 1-ci Qarabağ müharibəsində taborun qərargahı baş leytenant rütbəsində taborun qərargah rəisi olub. Atası da qazidir. Özü də ən uzaq məqama yüksəldi, şəhidlik zirvəsinə yüksəldi. Necə 3 snayper gülləsi ilə şəhidlik zirvəsinə, Soğuşan istiqamətində. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Natiq buyur. Allah şəhidlərimizi rəhmət eləsin. Hüseyin qardaşımızın məqamını uzadır. Allah o məqamları bizim hər birimizə qismət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid ailələrine səbir versin. Allah şəhid övladlarına səbir versin. Amin. Bizim 5 ildir 8 noyabr qərarı günü olacaq. 8 noyabrla bağlı bu 5 il yox, hər il 10 illik, 20 illik, 50 illik qeyd edilir və Allah bütün qazilərimizə can sağlığı versin. Amin. Allah tezdən şəfa versin. Tam can sağlığına inşallah. Bu da onların postundan olan bir şəkildir. Allah ruhlarına şad etsin. İzzət buyur. Allah bütün şəhidlərimizi rəhmət eləsin və şəhid ailələrindən Allahdan səbir diləyirəm. Nə xoş ki, bir yerdə Hüseyin qardaşımızdan bir istiqamətdə döyüşlərdə olmuşuz. Allah məqamınızı eləsin. Allah şəhid ailələrinə səbir versin, qazi qardaşlarına şəfayət nazil eləsin inşallah. Amin. Sağ olun.